Salam hər bir kəsə. Bizim bugünkü ölkəmiz Hindistanla bağlıdır. Hindistan şimal və şərq yarımkürəsində mülayim və tropik işıqlanma qurşağında yerləşir. Onu da qeyd edək ki, böyük bir hissəsi məhz tropik işıqlanma qurşağındadır. Ərazisində qərbi qat, şərqi qat dağları mövcuddur. Bunlar Baykaldan əvvəl yaranıb. Eyni zamanda aid olduğu Hindistan yarımadası məhz Mezozoyun sonu, Kaynozoyun əvvəlində Lavrasiyaya birləşmişdir. Burada yerləşən Dekan yaylısı platformada yerləşir və bu ölkəmizin ərazisində manqan, dəmir filizi, kömür ehtiyatları və qrafit ehtiyatları mövcuddur. Ərazisindən Hind çayı keçsə də, amma mənsəbi bu ölkə ərazisində deyil, Hind çayı mənsəbi məhz Pakistanın ərazisindədir. Eyni zamanda çaylardan Qanq çayı da bu ölkənin ərazisindən keçir. Şimal hissəsi Himalay dağlarının cənub ətəkləridir və eynilə burada seysmiklik müşahidə edilir. Burada Nepal və Bhutan arasında sərhəd deyil, çünki Hindistanın ərazisi məhz bunların bu hissədə yerləşir. Daxili suları bir okean hövzəsinə aiddir, yəni Hində aiddir. Eyni ilə aid olduğu yarımada Şirlanka adasından Pok boğazı vasitəsilə ayrılır. Ətrafında Bengal körfəzi və Ərəbistan dənizi vardır. Ərazisində iqlim qurşaqlarından subekvatorial iqlim qurşağı təşkil edir və burada Pakistanla Hindistan arasında Tar səhrası var ki, burada tropik kontinental iqlim qurşağı artıq Hindistan ərazisinə daxil olmur, burada qırılır. Təbii zona baxımından savanna seyrək meşələr və dəyişkən rütubətli musson meşələri mövcuddur. Federativ inzibati ərazi quruluşuna, monarxiya, respublika idarəetmə formasına malikdir. Yeni sənaye ölkələr qrupuna daxil etmək olar. Əhali sayına görə dünyada birinci yerdədir və əhalinin cins tərkibində kişilər üstündür. Hind-Avropa dil ailəsinin Hind-Ari dil qrupuna aiddir və qoşulmama hərəkatına üzvdür. Böyük dövlətlərdən hesab olunur, G20 ölkələr sırasına daxildir və elmi tədqiqat işlərinə böyük miqdarda vəsait qoyulur. Azərbaycanın bu ölkədə səfirliyi mövcuddur. Dəmir filizinin ixracatına görə fərqlənir. Eyni zamanda biz kömür ehtiyatına görə də fərqlənən ölkələr sırasına aid edə bilərik. Pambıq, çəltik və şəkər qamışı istehsalına görə fərqlənir. Bu ölkədə kauçuk istehsalı və kartof əkinlərinə görə də fərqlənir.